Xəlifə Muqtədirin qətlindən sonra Abbasi məmurları 932-ci ildə Əbumənsur Muhammed ibn Mu'təzidə beyət elədilər. Yeni xəlifə özünə Qahir ləqəbini götürdü. Yeni hakimiyyətə gəlmiş Qahirin ilk işi özündən əvvəlki xəlifə, yəni xəlifə Muqtədirin ailəsinə, xanımlarına, uşaqlarına və anasına zülm etmək olur. Onları həbs etdirir, mallarını müsadirə etdirir və bu işgəncələr verilir ki, bu işgəncələrə də tab gətirə bilməyən Muqtədirin anası dünyasını dəyişir. Yeni xəlifə olmuş Qahir qan tökməyə həris, qəddar və zalım biri idi. Bundan sonra isə İbn Muqlə ki var idi, həmin keçmiş xəlifə Muqtədirin vaxtından qaçıb canını qurtarmışdı. Keçmiş hakimiyyətlə arası yaxşı olmadığına görə Qahir onu əfv eləyir və öz yanına gətirir, ona mal bəxş eləyir və özünə vəzir təyin edir. İbn Muqlə də gəlir vəzir olur və hakimiyyəti demək olar ki, öz əlinə keçirir yavaş-yavaş. Və bir də İbn Muqlədən başqa Munis Müzəffər adlı biri də var idi ki, o da bir başqa vəzir idi. Hakimiyyəti demək olar ki, o ikisi idarə edirdilər. Qahir isə zahirdə xəlifə idi. Vəziyyəti belə görən Qahir balans yaratmaq üçün hakimiyyətdə Abbasi məmuriyyətinə vəzifələrinə, məmur vəzifələrinə müxtəlif şəxsləri gətirir. İbn Muqlə ilə Munis Müzəffər də vəziyyəti belə gördükdə məsələni başa düşürlər və buna görə Qahirə qarşı çevriliş etmək istəyir və xəlifə Muqtədini hakimiyyətə gətirmək istəyirlər. Lakin Qahir məsələdən halı olur və bunlara qarşı hərəkətə keçir. Munis Müzəffəri edam etdirir, lakin İbn Muqlə qaça bilir. Munis Müzəffəri edam etdiyinə və İbn Muqlə də qaçdığına görə onlardan qalan mal-mülkü müsadirə edən Qahir ondan pul tələb edən, məvacib tələb edən əsgərlərə paylayır onların mal-mülkünü və beləliklə də əsgərləri razı salır. Qaçıb canını qurtara bilmiş İbn Muqlə, lakin nə olur olsun, xəlifə Qahiri hakimiyyətdən salmaq istəyirdi və buna görə də yavaş-yavaş saray xadimlərinə yol tapan İbn Muqlənin təhriki ilə 934-cü ildə sui-qəsdçilər xəlifə Qahirin yatdığı otağa girirlər və xəlifə Qahir də həmin gecə həmişəki kimi içkili, sərxoş halda idi. Sui-qəsdçilər güclə ondan hakimiyyətdən istefa verməsini tələb edirlər və kağıza qol çəkdirirlər, belə deyək. Ondan sonra onun gözlərinə mil çəkirlər və kor edirlər. Kor edildikdən sonra isə sarayın zindanına atılan xəlifə Qahir 11 il həmin zindanda qalır, yaşayır və 11 ildən sonra həbsdən buraxılır. Qalan ömrünü də həbsdən çıxandan sonra küçələrdə dilənçi vəziyyətində Bağdad küçələrində gəzirdi və 950-ci ildə Bağdad şəhərində vəfat edir. Belə yerdə deyiblər, kimin əvvəli, kimin axırı. Həmçinin bugünə qədər xalq arasında dolaşan burada mənəm Bağdadda kor xəlifə məsəli də, el deyimi də elə həmin bu xəlifə Qahirin həyatından götürülmüşdür.